Herkese salam. Bugün sizlerle yeni bir layihə ilə gəlmişəm. Gül buketləri, gül battaniye diye bir şey var. Dəbdədir. En çok da Kitaylılar, Çinlilər toxuyur bunu və onu toxumaq istəyirdim. Əlimdə belə bir iplərim vardı. Qərara gəldim ki, bunu da sizin üçün video dərsini çəkim. Mən bunu sırf video dərs üçün toxuduğum üçün nə ölçüsünə, nə də bir şey planlamamışam öncədən. Əlimdə belə 2 ip var. Bu ipdən nə qədər çıxarsa o qədər toxuyacağam. Daha sonra gülləri üçün bu rəngi istifadə edəcəm. Və belə bir yaşılım var. Yəni gedib sırf nakopırlantanın yaşılını almayacağım. Əlimdəki yaşılla da yarpağını eləyəcəm. Yenə vurğulayıram, bu video dərs məhsuludur. Yəni nə sifariş deyil, nə də yəni nəticədə hədiyyə ola bilər, ola bilsin ki. İndi pambıq seçimində nəyi seçməyinizi tövsiyə edərəm. İp seçimində pambıq tərkibli ipləri seçməyinizi tövsiyə edərəm. Mənim ipim, yenə deyirəm, almamışam, əlimdə var idi. Mikro akrilikdir. Gözəl ipdir, gözəl ipdir. Nəticədə bərabər görəcəyik. Məsələn, corabda sizə altını çizə-çizə deyirəm ki, Chelsea ipi ilə toxuyun da, yəni corablarımızı. Amma Chelsea ipi ilə bunun toxunuşunu görmüşəm, gül buketinin. O mənim xoşuma gəlməyib. Çox sərt olubdu da, yəni çox akreldir o, akrel ipdir. Bu iplə o akrel ipin arasında çox fərq var deyərdim. Yəni pambıq yarnaq cinsdə ola bilər, bambuk iplər də ola bilər, pambıq dərəcəsi çox olan iplər də ola bilər. Yenə də seçimi sizin özünüzə verirəm ip mövzusunda ki, siz onu gül buketini sadəcə gül buketi kimi hədiyyə eləmək istəyirsiniz, yoxsa pakrival kimi işlətmək istəyirsiniz, yoxsa uşağı çıxartmaq üçün konvert kimi işlətmək istəyirsiniz. Bu tamamilə sizə qalmış bir şeydir. Bugün bunu başlamaq üçün siz nəyi öyrənəcəksiniz? İlk öncə sehirli halqa toxumağı biz öyrənəcəyik. Daha önceki videolarda xatırlamıram. Motivdə səhv eləmirəmsə göstərmişdim, amma yenə də mən bunu sizə təkrar izah edəcəm. Sehirli halqa eləmək üçün ipi ovucumuzun içine koyduk. Milçəm 3 nömrədir. Hər zamanki kimi tulipdir. Bunu dönə-dönə altını çizərək deyirəm ki, tulip alın, tulip işlədin. Tuliplə işləmək daha rahatdır. Nəinki digər milçələrlə. Mənim bundan xoşum gəlir və bundan da sizə tövsiyə edirəm. İpi əlimizin içində tutduq. Baxın bu şəkildə. Parmağımı koydum bu 2 ipin üstə. Bunu çevirdim bunun üstündən. Bax görürsüz, bax belə. X hərfi kimi. Çevirdim bu tərəfə və bu şəkildə. Bu parmağımın altında da koydum bunu. Ondan sonra bunu götürdüm belə. Baxın bir də göstərirəm. Diqqətlə baxaq. Deməli, baxın. Əlimin içində ip durubdu. Çevirdim. Bax bunun üstündən ipi gətirdim. Belə və koydum bura. Götürdüm. Bunun içindən buraxdım. Amma bu üzüyü itməsin. Bu üzüyü əlimizin içində qalsın. 1, 2 və 3 qalxdıq. Bu bir ikili sütuna bərabərdir. Başına ip alırıq və 12 ədəd olmalıdır. Bu 3 dənə qalxdığımızdan əlavə 11 dənə ikili sütun toxuyuruq. Başına ip alırıq və ipi götürüb ikisi bir, ikisi bir toxudum. Başına ip aldım, yenə içindən keçirdim. Tam 12'ye çatdırmalıyıq bu sayı. İkisini bir, ikisini bir. Başına ip alırıq. İkisi bir, ikisi bir. Və bu say gəlib 12'ye çatana qədər toxuyacağıq. Başına ip alırsan, keçirsən. İkisini bir, ikisini bir. Başına ip aldım, keçdim. İpi götürdüm. Şimdi baxaq neçə dənə toxumuşuq biz burada. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Başına ip aldım. Bu da 12. 12 dənəsini toxuduq. Ondan sonra bax bu ipi görürsünüz də bunu buradan sıxdıq. Sıxdıq. Və baxın buradan birinci ilmənin altından görürsünüz hardan ilmənin altından ipi götürüb sürüşdürmə edirəm bunun içinə. Səbətdə bu sözü çox eşitmişdiniz məndən. 1, 2, 3 dənə ilə qalxdıq. Başına ip aldıq və biz burada 12 eləmişik. Bu 12'ni 24'e çatdıracağıq. Hər ilmənin altına 2-2 toxuyacağıq. Başına ip alırıq. 1. Bu da ikinci.
Yəni bu şəkildə artırmamızı etmiş olacağıq. 2, 1, 2, 1. Növbətiyə batıram. 2, 1, 2, 1. Və bu şəkildə sıranın sonuna qədər toxuyaq. İp çox gözəldir. Yəni sizə əlimdəki gözəlliyi ifadə edə bilmərəm. Hətta o qədər bəyəndim ki, ola bilsin yaşılı da gedib Nako Pırlantadan tapsam, alacağım. Yəni möhtəşəm bir görüntüsü var. Çox gözəldir. Bu ipdən corab toxuya bilərəmmi? Yox, toxumayın. Bu ipdən corab toxusanız çox nazik olar. Məsələn, corab üçün əslində istədiyiniz şey istədiyinizdən toxuya bilərsiniz. Kimin hansı ipdən xoşu gəlir. Mənim öz doğrularım var, mənim test etdiklərim var bu neçə il ərzində və sizə də mən onları tövsiyə edirəm. Mən gördüyüm, özümün o necə deyirlər, bir düz bir səhv edə axır çıxartdığım nəticələr ki var, mən onları sizə ancaq deyə bilərəm ki, hə, mən bu ipi burada gözəl gördüm, bunu dəyərləndirdim, bəyəndim. Sizə də tövsiyə edirəm. Gerisi artıq əlbəttə sizə qalmışdı. Baxın, görün nə gözəl oldu. Parıltısını, yəni kaş bunu göstərmək daha real ola bilsəydim. Və gəldik, çatdıq bura. Ən sonuncunu da elədik. Yəni 2, 4, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, bizə isə 24 lazımdır. Başına ip alırıq. 2, 1, bu da 2, 1 elədik. Və nə edirik? Bunu eləyəndən sonra, bax, bu birinci ilmənin altından girib, ipi götürüb, sürüşdürürük. Belə bir xalqamız var. Yenə 3 dənə ilə qalxırıq. Başına ip alıb bura batırıq. İndi 1, 2 ilmə çəkdik. Hə, yox, bu sıradan sonra olacaq. Bir dənə gözləyin, tələsdim, qabağa getdim. Bu sırada isə birinə cüt toxuyacaq, birinə tək toxuyacaq. Cütümüzü elədik. İndi növbətiyə tək eləyirik. Ondan sonra bura cüt eləyirik.